Hamıya salam əziz dostlar. Bugün sizlərlə Motoverse'də Yamaha R15 modellərini çəkəcəyik və incələyəcəyik ətraflı şəkildə. Motoverse'in bizə göstərdiyi köməkliyə görə çox sağ ol deyirik. Bizim burada gördüyümüz kimi 3 dənə gözəl belə R15'imiz var. Bax bu R15 Monster. Yəni çox gözəldir ya. Bu R15 M. Super. Bu da R15 V4. Mənim ən çox bəyəndiyim budur. Bunun bir rənginə, bunun bir gözəlliyinə bax elə. Kraskası falan belə superdir. Görünüşünə söhbət yoxdur da bu göyün. Gördüyümüz kimi əzizlərim, bax R15 V4. Yenə deyirəm. R15M, bu da bax Monster. Yəni bunlara söhbət yoxdur ya. Çox super, çox əla. Motosikletin görünüşlərinə söz ola bilməz. Bildiyimiz kimi Yamaha'nın artıq standart konseptinə çevrilib. Bu çox gözəl rənglərdə buraxırlar motosikletləri. Vid fasonuna da ki söz ola bilməz. 155 kub santimetrli, 6 skoruslu, deməli 1 aşağı 5 yuxarı karobkadır, antifriz radiatordur, injektordur. Arxa qabaq ABS-dir. Motosikletin görünüşü həqiqətən belə superdir ya. Motosikletlərə söz ola bilməz. Emin də təbii ki öz bəyənənləri var. Gördüyümüz kimi burada gözəl bir sidenkamız var. Arxa sidenkamız biraz bərk ola bilər, amma yenə də əladır. Elə materialı falan, burada da R15M logosu. Amortisatör falan superdir. Vibredi əziz dostlar, Vibredi bildiyimiz kimi Brembo'nundur. Deməli, Kaya bandı amortisatörləri. M-də deməli qabaq amortisatörlər Kaya bandı. Əla, super. Dediyim kimi qabaq ABS, arxa ABS, antifriz radiator, 6 skoruslu motosikletlərdir hər biri. Çox superdirlər. Görünüşləri ilə, vidləri ilə, fasonları ilə olsun. Bizdə R15 V3 olub. V3 də gözəldir, söhbət yox. Amma bunlar bir başqa aləmdir. Bunun bir ön gözəlliyinə bax. Gündüz fənərləri ilə, ledləri ilə. Yəni bunda ehtiyac yoxdur da deməyə ki, ay nə bilim burası leddir, orası leddir. Motosikldə yəni led olmayan heç bir şey yoxdur. Hər bir şey leddir motosikldə. Görək, akkumulyator var üstündə. Bunda yoxdur, yox. O birisində mən sizə göstərəcəm indi. Regulovka olunan amortisatördə yox, sadə amortisatörlərdir öndə. Amma Kaya banında, əsas odur. Buradan idarə etmə konsolu da var. Deməli, ekranı buradan biz idarə edə bilərik. Gördüyümüz kimi muftası yenə öz yerində. Dynavision düyməsi, avarenni. Çox şükür avarenni var. Yəni R15'lərdə bilmirəm, mən V3'də görməmişdim açığı, amma bunlarda var. Bir dənə V4'də yoxdur. M-də də var. Deməli Monster'da da var. Monster'da da var. Qabaq adi giz, starteri zadı, hər şey öz qaydasında. Güzgülər də ki, maşallah olsun, qatlanan güzgülərdir. Güzgülərinə də söz yoxdur. R15 yəni bu motosikleti çox tərifləməyə ehtiyac yoxdur. Bu göz qabağındadır. Arxa monoşokdur. Öz stilində, ayaq açılanları falan. Sizə deyim, materialları belə keyfiyyətlidir. Yəni şey deyil, belə necə deyim sizə. Baxırsan, buradan durala oxşuyur da, düzdür. Amma bir üst səviyyədir. Yəni keyfiyyətindən söz vermir motosikl. Həqiqətən də özüdür. Burada gördüyümüz kimi əlavə yağmurluğumuz, yəni palçıq falan kürəyimizə vurmasın. Aqressiv duruşu, gözəl dizaynı, motosikla söz ola bilməz. Sepulduzu bunlarda 48'dir arxa. Deməli əzizim, siz nə edirsiniz? 48'dir, bunu çox yox. 2 diş azaldırsınız, bunu edirsiniz 46. Ondan sonra da ekranda 155 yazanda sən necə başlayırsan orada neçə getməyə? 160 getməyə. Bu da yüngül bir tüyo olsun sizin üçün. Dediyim kimi Kaya bandı, ekran burada, ekranımız açılır. Bildiyim kimi əziz dostlarım, mən sizə deyim, bu motosikillarda TCS də var. TCS nə işə yarayır? Arxa təkərin, yəni sürüşməyə qarşı önləyir. Arxa təkər sürüşmür. Priboru da ki, maşallah olsun, ekran dalğalanmasa. Çox super, çox əla. Görüntüsü öz yerində. Deməli burada bizim nəyimiz var? Trip 2'miz var, trip 1 də var. Taxometr öz yerində, neutral, TCS açıq bağlıdır. Quick shifter, motosikilların deməli hər üçündə də quick shifter var. Nəzərinizə çatdırım. V4'də də var, M-də də var, Monster'da da var. Monster yəni ən yüksək versiyasıdır. Xəbəriniz olsun deyə deyirəm. İndi içəridə tam ətraflı sizə məlumatlarını verəcəm. Burada deməli kilometrajdır, yanacaqdır, taxometr, saat, TCS, bir də ki quick shifter'ın açıq olub bağlı olmağı. TCS'in işığı buradadır, ABS var. Pavorotniklərimizi mən sizə göstəreyim. Allah.
Yəni, yerli yerindədir də. Bir sport bike'də gözləyə biləcəyin özəlliklərin çoxu var bu motosikildə. Deməli, söndürək. Avarendisi öz yerində. Motosikl, nə bilim, pulun var, al sür. Deməli, menyular arasında bax, odometr, trip 1, trip 2. Ondan sonra keçirsən. Müzik, telefonu da idarə etmək olur. Deməli, hava şəraiti, telefonda təbii ki, bunlar hamısı inteqrasiyalı işləyir, nəzərinizdə olsun. Notification bildirişdir, navigatordur, mahnısıdır, bir də ki, əsas menyusudur. Əla, super. Burada da ki, call temperaturdur. Deməli, 100-ə nə qədər yandıracağını da göstərir sizə. Mən sizə biraz motosikli dik eləyim, göstərim. Monitor bunu əyməsin. 100-ə nə qədər yanacaq yandırını da göstərir. Даже 100 kilometrə nə qədər yanacaq tükətmişik, onu da göstərir. Plus, burada nəyimiz var? Bir də ki, sonuncu dəfə neçə kilometr? 17 kilometr ilə hərəkət edib. Ən sonuncu dəfə bu motosikl. Yəni, son getdiyiniz sürəti də göstərir. Burada bu ehtiyac yoxdur da bunları deməyə mənim fikrimcə. Yəni bir R15 həvəskarı olan insan məncə bunları bilməlidir. Artıq bunu öyrənməlidir. Belə deyim də əziz dostlar sizə. Motosikletə başlayıb, yəni motosikletə yox, sport motosikletə başlamaq istəyən hər bir adam mənim fikrimcə təzə və yaxud da ikinci əl. Mən adətən nəzərdə tuturam ki, yəni müəyyən bir müddət bir motosikl al, onu bir müddət sür, bir müddət sürəndən sonra da misal üçün naked ola bilər, bu fərqi yoxdur. Gəlirsən sport motosikletə başlamaq istəyirsənsə əgər, bir dənə özün üçün qəşəng, yəni bax, gözəlliyə bax, bir dənə R15 alırsan, çiçək kimi. R15'i alandan sonra da bunu başlayırsan sürməyə, öyrənirsən bir 20.000, 30.000 kilometr yol təcrübəsi olandan sonra gəlirsən bax, elə motor versin özünə. Sən ürəyin bax, içəridə Aprilia istəyir, Aprilia var, Kawasaki istəyir, Kawasaki var. Alırsan müəyyən qiymətə, büdcön nədirsə onu aşmamaq şərti ilə. Alırsan, sürürsən, qardaş, kef eləyirsən. Bunda da akkumulyatorumuz yoxdur. V4'də sizə bir şey dedim, əziz dostlar. V4'də pavorotniklər, sadəcə və sadəcə pavorotniklər şeydir, adi lampadır, yəni LED deyil. Amma qalan 2 modelində də pavorotniklərdə LED-dir. Təəssüf ki, mən bunu sizə sürüb göstərə bilməyəcəm. Bilmirəm, icazə verərlər ya yox. Amma motosikla söz yoxdur. Bir də sizə nə edim? Bunlarda VVA texnologiyası var. Bu da nə deməkdir? Mən sizə uzun açılımını deməyim, yəni qısasını deyimsə, bu da nə deməkdir? Motosikl istənilən skorusda, istənilən sürətdə nə edir? Klapanları tənzimləyir ki, motosikl neynəsin? Daha dəqiq, daha güclü performans göstərsin. Söz yoxdur. Motosikl burada artıq bir şey demək ehtiyac deyil. Rəngi falan, duruşu super. Bax, qardaş, doymayassan. Motosikletdə əlavə demək istədiyim bir şey yoxdur. Yəni bunu alıb peşman olan Yamaha'dan söhbət gedir. Yəni bilmirəm. Yəni mənim ətrafımda yoxdur da elə bir insan ki, Yamaha alsın. Əsasən də yəni R15-dən söhbət gedir, R15M-dən söhbət gedir. Monster düzdür, çox təkdir. Həqiqətən Monster yəni şəhərdə hələm yoxdur, amma görməmişəm ki, kimsə alsın, peşmançılığını çəksin. Eneos nəsə yəqin ki, sponsorluq eləyir. Bilmirəm, amma təkər ölçülərində mən sizə deyim. Bizdə Tərlan V3 var idi onda. V3-ün deməli Yamaha R15 V3-ün arxa təkərin 160 qoymuşdu səhv eləmirəmsə. Deməli ön təkərimiz 180-17-dir. 5.2 bara qədər qaldırır təkərlər. Arxa təkərimiz isə 140-70-17. Tərlan bunu 160 qoymuşdu. İdaca bax, quyruğu da çıxartmışdı. Çox super idi. Həqiqətən, yəni motosikl arxadan çox belə dəhşət vidi var idi. Çox böyük. Mən sizə şəxsən məsləhət görərəm ki, gəlib məhz yerində Motoverse'də gəlib R15'lərə baxmağa dəyər. R15 həvəskarları üçün demək istəyirəm. İcazə versələr sürərik, daha ətraflı məlumat verir. Verməsələr də ki, nə deyək? Əzizim, mən sizə bax bu şeyi qeyd edeyim ki, deməli nə olur? Adətən qoşa tros olur. Bax görürsünüz 2 dənə tros var da içində, düzdür. Olması gerəkən də budur. Biri qazı dartır, biri isə buraxır. Yəni biri bu tərəfə, biri bu tərəfə dartır daimi qazı. Bəzi motosikillarda Azərbaycana gələnlərdə deməli nə edirlər? Trosun birin elə bir ki, əski kimi bir trosla göndərirlər. Sadəcə qazı dartan tros var. Yəni o birisini yığışdırırlarmı, bilmirəm üstündən götürürlərmi, nə məsələdirsə artıq.
Yəni ləğv eləyirlər, gedir. Sən də gəlirsən ki, qardaş, qoşa trosdur, hə, gəlsən bir dənə. Düzdür, böyük mahiyyəti yoxdur, amma yenə də üstündə gəlirsən, niyə də bunu çıxardasan ki? Mən sizə ön fənərlərində göstəreyim R15-in. Deməli, qardaşım, zamoku açırsan. Bax, indi tam görsən belə, bu gecə canavar olur, canavar. Burada karbon işləmələri falan superdir ya. Allah, M-də həqiqətən. Yəni, atırsan injektoru, injektor açandan sonra kod deyirsən, naxadır. Həmən ön işıq yanır, ön işıq gördüyün kimi gelir saniyəsində. Ondan sonra da gəlirsən, bax bura. Gəlin, mən sizə səsinə də qulaq asdırım biraz. O cızırtı buradan gəlir. Bu hələ ki, yəni sıfır motosiklet olduğu üçün tam elə bir ki, bu oturacağı yerini yetizdirmir, ona görədir. Belə onun da problemi yoxdur. Quick shifterlər də hamısı da öz üstündə. Söndürək motosikletimizi, zamoku da bıraq. Allah, çox süper.